Əlillik məhdudiyyət deyil, fərqlilikdir. 3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə bütün əlilli olan şəxslərin və eyni zamanda qazilərimizi səmimi qəlbdən təbrik edirəm. Onlara can sağlığı, acil şəfa diləyirəm Allahdan. Dünyada bugün Əlillər Günüdür, tədbirləri keçirilir. Amma nədənsə bu günlərdə bizi bir yerə çağıran yoxdur. Və düşünürəm ki, bu Əlillər Günü münasibəti ilə Əmək Sosial əlilliyi olan şəxslərə 30 manat nəvaziş verəcək. Onu da dekabrın 15-nə yazdıqlarına görə. Və mən düşünürəm ki, siyahı var, bütün Azərbaycanda olan əlillərin hamısında var. Nədən yenidən əlilləri çağırıb orada yazmaq? Əlillərin axı gəlmə şansı daha azdır. Gərək ki, ictimai nəqliyyatdan istifadə eləsinlər, eləyə bilmirlər. Taksi tutunlar və o verdiyiniz 30 manatında yarısını taksiyə gedəcək. Niyə axı birliyi olan şəxslərin adlarını qeyd edin, geçsinlər elə poçtdan pullarını alsınlar? Niyə bu qədər uzadırsınız? Başa düşmürəm. Və eyni zamanda ölkəmizdə bəzən əlillərə qarşı süni maneələr yaradırlar. Onlar öz arabaları ilə idarə eləyə bilmirlər. Əsas da özəl təşkilatlar. Panduslar yuxarıdır və oradan istifadə eləmək olmur. Çox vaxtı yeraltı keçidlərdə əlil arabaları üçün həmin o liftlər işləmir. Çox xahiş edirəm ki, bugün bizə qulaq asın, əngəlliləri aradan qaldırın. İnklüzivlik çox önəmlidir. Gərək ki, biz əlilliyi olan şəxslərə dəstək olaq. Mənəvi, maddi, hər cəhətdən onların həyat yaşayışını yaxşılaşdıraq. Biz həmişə dövlətimizi, vətənimizi, prezidentimizi sevirik və dəstəkləyirik. Allahın salamı, xeyir, bərəkət olsun hər birinizə.